İsmi keçirik. Bax, isimdən sonra sifətdir, saydır, əvəzlikdir, feildir, xüsusən təsriflənməyən feillər, nə keçəcəksə. Bunu bilmədirsə, heç nə. Yəni, sayı, sifəti, o qapını da bir də örtərsiniz də. Hə. Yəni, bunu bilmədirsə, ismi bilmədirsə, gəlməyin, sifət dərsində, say dərsində gəlməyin boşu-boşuna. Ona görə adam ağlı qulaq asın. Çünki əsas biz qrammatikaya bununla başlayırıq. Hə, dedim, söz yaradıcını bilməyə bilərsən. Qoyduq kənara, leksikanı sözdür, bilmirsən də. Amma bu qaydasını bilmədinsə, heç nə. İsim. İsim nəyə deyilir? Nə yaxşı onu bilirsiniz. İsim əşyanın adını bildirir. Əşyanın adı deyəndə, əşya deyəndə ümumiyyətlə nə nəzərdə tutulur? Canlı, cansız olan bütün obyekt. Əşya deyirsiniz, məsələn, yazıram ki, bura Əkbər. Yazırsınız Əkbər. Əkbər nədir? İsim deyirsən də ona, hə? Məsələn, yazsam ora Rahim nə olacaq? Olacaq isim, ay sağ ol. Görsən, əşya deyir, müəllim, isim əşyanın adını bildirir. Yaxşı, məsələn, yazırsan Azərbaycan. İsimdir də, düzdür? Yazırsan Türkiyə, isimdir. Əşya deyəndə, qrammatikamızda canlı, cansız, nəyinsə, hansısa bir varlığın adını bildirən sözlər nəzərdə tutulur. Bildik indi? Ona görə, məsələn, yazıram dəniz, okean, nə bilim, ata, ana, nə bilim, qardaş, bacı, fərqi yoxdur, meşə. Əşya deyil ki, bunlar. Sadəcə ad bildirdiyi üçün biz ona isim deyirik. Bildik? Bir də isimlə sifəti qarışdırırlar. Bax, isim adı üstündə ona verdiyimiz addır. Ad. Deyirəm ki, məsələn, xəstə sağaldı. Bax, çoxunuz gəlmişsiniz yoxlamaq üçün, kursa yoxlamaq üçün gələndə. Əksəriyyətinizə xəstə, yaralı sözün vermişik. Yaralını xəstəxanaya yerləşdirdilər, xəstə sağaldı. Xəstə hansı nitq hissəsidir? Gördünüz, isim dediniz. Elə onu gələndə də belə cavab vermişsiniz. Bax, çünki sifətdir bu. Elə də ki, ürəklə deyirlər isim. Bax, sifəti isimdən nə ilə fərqləndirəcək? İsim, yəni bunun adı qələmdir. Başqa bir şey qələm deyirəm mən? Yox, gözlə. Məsələn, bunun adı çantadırsa, bunun adı da bu çanta. İndi bax, xəstə. Məsələn, deyim ki, uşaq. Uşaq xəstə ola bilər? Ola bilər. Tutaq deyirəm nənə. Xəstə ola bilər. Deyirəm ki, tutaq ki, nə bilim, ata. Xəstə ola bilər. Sonra, məsələn, deyirəm baba. Xəstə ola bilər. Yəni, əvvəlini artıra bilərəm. Məsələn, fil. Xəstə ola bilər. Quş. Xəstə ola bilər. Görürsünüz, bax, xəstə quş, xəstə fil, xəstə uşaq. Hamısının əvvəlinə mən xəstə sözünü artıra bilərəm. Deməli, bu nəyi bildirir? Əlaməti bildirir. Nəyinsə adını bildirmir. Əlamətdir. Sifət odur ki, bu xəstə bir çox ismə aid ola bilər. Bir çox ismə. Məsələn, bu qələmdir. Rəngi nədir? Qara. Qara təkcə qələm olur? Yox. Qara saç ola bilər, geyim ola bilər, qələm ola bilər, nə bilim, hər rəngdə istədiyim şeyi qara rəngə boyaya bilərəm də, düzdürmü? Xəstə də, canlılar, xəstə də bitkiyə baxıb deyir ki, xəstə bitki. Düzdürmü? Yəni, bunu istədiyimiz canlı varlıqların hər birinin əvvəlinə artıra bilirik. Ona görə biz ona nə deyirik? Sifət deyirik. Bəs niyə xəstə sağaldı, kim sualına cavab verir? Hə, bu artıq sifətin isimləşməsidir. Bildiniz? İsimləşməni başqa bir mövzuda keçəcəyik. Bax, deyir ki, cavan gülümsədi, qoca ağladı. Cavanla qoca. Gedir test sualına baxır. Cavan kim? Mənim isimdir də. Qoca kim? Mənim isimdir də. Yox. Düşün. Cavan. Qadın da ola bilər. Kişi də ola bilər. Cavan budaq da ola bilər. Düzdürmü? Nə bilim, cavan, körpə, ağac da ola bilər. Bunu ağaca da aid eləyə bilərsən, kişiyə də aid eləyə bilərsən, qadına da aid eləyə bilərsən. Deməli, bax, bu cavan sözü əslində nədir? Sifət imiş. Qoca. Qoca qadın da ola bilir, qoca kişi də ola bilir, düzdür? Və ya deyirsən ki, hansısa bir köhnə bir abidəyə də deyə bilərsən. Nə bilim, ağaca da deyə bilərsən. Bu qocadır, bu ağac qocadır, nə bilim, yaşlı neçə min il əvvəldir keçib. Bildiniz indi? Deməli, sırf bir insana, bir şeyə aid xüsusiyyətdir bu. Yox. İndi bax, yazıram bura. Nənə. Nədir bu? İsim. Bunu nənə bir dənə o qoca arvada deyirik də biz nənə. Düzdürmü? Bunu başqa bir ismin adı kimi götürə bilərik? Yox. Bax, baba. Nədir bu? İsim. İsimdir. Amma desən bax qoca,
Qoca nənə də olur, qoca baba da olur, qoca insan da olur. Qısası bax, bunlar isimlərdir. Sonra bax, bunu qarışdırırlar. Qarı sözü. Nədir qarı? Qoca demək deyil, qarı nənə deməkdir. Yaxşı, qarı qoca deməksə, qarı baba olur. Olmur da. Qarı ən çox hansı cinsaydı? Ən çox yox, həmişə hansı cinsaydı olur? Qadın və salam. Nənənin sinonimidir qarı. Bir qarı, günlərin bir günü bir qarı, yəni bir nənə anlamında. Bəli, qoca qarı əslində səhv işlədirik. Məsələn, tamaşanın ilk premyerası deyirik də. Düzdür, premyera nə deməkdir? İlk təqdimat. Deyir ki, ilk təqdimatı. Əslində, qoca sözünü işlətməyə, niyə cavana qarı demirsən? Səhvdir də. Dilimizdə var, deyir ki, ilk öncə, məndə çox işlənir, məsələn, səhv işlədirəm bunu. Öncə deməliyik, arxa fon. Ya fon deməliyik, ya arxa deməliyik. Bildiniz, indi sifəti belə tapırıq. Yəni, sifəti isimdən fərqləndirən, ismi sifətdən fərqləndirən xüsusiyyət budur. Ümid edirəm, isim haqqında bir məlumatımız oldu. İsmin mənsubiyyətə görə dəyişməsini keçəcək. Bax, mənsubiyyət. İsmin mənsubiyyətə görə dəyişməsi. Uşaqlar, mənsubiyyət sözünün kökü nədir? Mənsub. Mənsub nə deməkdir? Aysub. Bax, bu qələm kimə mənsubdur? Bunun sahibi kimdir? Bildik? Mənsub odur, aidlik. Kiməsə aid olmaq. Mənsubiyyətə görə dəyişmə deyəndə mən şəxsləri əsasən bölməliyəm. Birinci, ikinci, üçüncü şəxs. Tək və cəm. Fikriniz burada olsun, gözünüzü çıxararam. Sənin. Yox, yəsi bilir, narahat olma. Deməli, mənim, sənin, onun. Bu qalsın, bu mənsubiyyət deyil hələ ki. Mənim, sənin, onun. Bizim, sizin, onların. Hə, bunlar yiyəlikdir. Şəxs əvəzi ilə mənsubiyyət heç vaxt artırılmır. Bunu yadda saxlayın. Bax, mənsubiyyət deyəndə deyirəm ki, bax, uşaqlar, sualıma baxın, bu çanta kimindir? Kimindir? Fikir verin, inlə işlədirəm. Deyirsən ki, mənim çantam, mənim kitabım. Fikir ver, mənim kitabım. Kitabım. Bax, sahibi kimdir? Aysu, mənim. Deməli, bu yiyəlikdir. Yiyəsi buradadır. Aydındır? Yiyəsi mənimdir. Bu yiyəsinə nə mənsubdur? Kitab, Aysu. Buradakı ım da mənsubiyyətdir. Bildiniz indi, yiyə məndir. Bu yiyəyə aid olan nədir? Kitabım. Bu da ona aid olan mənsubiyyətdir. Buna deyəsən mənsubiyyət, buna deyəsən yiyəlik. Bildiniz indi, bir dənə də balaca bir qeyd yazırıq. Qeyd. Deyirsən ki, şəxs əvəzlikləri mənsubiyyət şəkilçisi qəbul etməz. Ancaq hal şəkilçisini qəbul edir. Mənim, sənin, onun, bunlar ancaq haldır. Yazırsan ki, şəxs əvəzlikləri mənsubiyyətə görə dəyişmir. Mənsubiyyət şəkilçisini qəbul etmir. Bunu yazın siz, qocam onlayn daşlar neyinir? Sizdən çoxdular ya burada. Nətərsiz ay uşaqlar? Qeydə nə yazmış sonra? Şəxs əvəzlikləri mənsubiyyət şəkilçisi qəbul etmir. Lailə buradadır. Kim idi o qızın adı? Səhər-səhər onlaynla bir dənə səs gəlibdi, səmaya atıbdı. Kim idi o? Lailə Səlimova. Mənsubiyyət şəkilçisi qəbul etmir. Yaxşı. İndi bax, mənim kitabım. Bir dənə sənin sözündən sonra bir söz deyin. Həsən. Sənin qələmi. Birinci sinifdir. Mənim kitabım, sənin qələmin. Onun boyası, bunun saçı. Hə. Sənin. Yaxşı. Dərsin. Sənin dərsin. Düzdür? Onun maşını. Onun maşını. Bax. Maşının yiyəsi kimdir? O. Ona nə aiddir? Maşın. Deməli, yiyə deyiriksə, bu yiyəliyi aldı. Sənin deyirəmsə, dərs kimə aiddir? Sənə aiddir, yiyə. Dərsin, bu da mənsubiyyət. Bu da mənsubiyyət. Düzdürmü? Deyirəm ki, bizim kitablarımız. Gördünüz? Imız. Mənsubiyyət şəkilçisidir. Sizin qələminiz. İniz mənsubiyyət.
Onların uşaqlar kitabları. Lar plus ı olur, kitabları. Mənsubiyyət anlayışı formalaşdı beynimizdə. Deməli, fikir verin, mənsubiyyəti tək yazmadım. Əvvəlində nəyində yazdım? Yəliyi yazdım. Mənsubiyyəti tək halda tapmaq bizə çətin olacaqdır. Xüsusən deyirəm ki, dərsin. Yəlik də ola bilər, mənsubiyyət də ola bilər. Ona görə mənsubiyyət özündən əvvəl həmişə nəyi istəyir? Yəliyi istəyir. Hara gedir, yəliyin əlindən tutur, aparır. Dərsin necə yəlik olur? Deyəcəm, yəlikdə deyəcəm. Məsələn, dərsin marağı nədədir, nəyin? Aydın olduğu mənsubiyyət. Mənsubiyyətdən əvvəl nə yazmalıyıq? Sahibin yazmalıyıq da. Bu əşya kimə sahibdir, onu yazmalıyıq. Bildiniz, yəsin yazmalıyıq, bəli. Məsələn, deyirəm ki, Seymurun iti, pişiyi. Düzdür? Bu it kimin itidir? Bunun və salam da yiyəsi budur. Bu da mənsubdur. Bu ona mənsubdur. Bildiniz? Hə. İndi test topusunda səhər-səhər Lalə yazıb ki, onlayn qrupumuzda bir qız var. Yazıb test topusunda belə bir şey var. Qələmin ucu, nə bilim, qırılmışdı. Sonra deyir, sənin qələmin məndə qalıb. Sonra deyir ki, qələmin yaxşı yazırdı. Hamısında qələmin sözdür axı. Yazıb, mən bu yəli ilə mənsubiyyəti qarışdıra bilmirəm. Bilmirəm, test səhvdir ya da mən tupoyam. Elə də qəşəng yazıb, adam əsəbləşə bilmir də. Cümlənin axırını qəşəng gətirib də. Baxın, bax, deyir ki, gəlin yəli yal keçək, ondan sonra qayıdım bu hissəni izah edeyim. Mənsubiyyət hamıya aydın oldu. Mənsubiyyətdən əvvəl nə olmalıdır? Yəlik. Cümlədə uşaqlar mənsubiyyəti görürsünüzsə, bax gör yəliyi var orada. Yəliyi olmadısa, deməli ya düşübdür, ya da ki mütləq orada səni gözləyir. Bunu bilməyən sintaktik təhlili bilmir. Ona görə sintaktik təhlildə boşluğu olur. Keçirəm ismin hallarına. İsmin halları. Fikir ver. Neçə dənə halımız var? 6. Bəli. Hə. İsmin hallarında. Birinci halımız nədir? Adlıq. Adlıq. Düzdür? Sonra? Yiyəlik. Yönlük. Təsirlik. Yerlik. Çıxışlıq. İsmin 6 halı var. Adlıq, yiyəlik, yönlük, təsirlik, yerlik, çıxışlıq. Düzdür? Və ismə ardıcıl olaraq qoşulan şəkilçilərimiz var. Ardıcıl olaraq bu şəkilçiləri qoşulur. Cəm, düdü qarışdırdım mən. Cəm, mənsubiyyət, hal, şəxs xəbərli şəkilçisi. İsmə ardıcıl olaraq bu şəkilçilər qoşulur. Məsələn, deyir ki, uşaq, cəmi qoş, lar, mənsubiyyət, ımız, hal, dan, şəxs xəbərlikdir. Deyirsən ki, o bizim uşaqlarımızdandır. Düzdür? Uşaq, lar, ımız, dandır. Ardıcıl olaraq bu şəkilçi qoşulur. Deməli, ismin özünə məxsus neçə dənə qrammatik şəkilçisi var? 4 dənə. Gördünüz, cəm, mənsubiyyət, hal, şəxs. İndi baxın. Uşaqlıqdan bilirsiniz ki, adlıq halın şəkilçisi nə şəkilçisi yoxdur? Hal şəkilçisi yoxdur. Deməli, adlıq hal cəmi qəbul eləyir. Mənsubiyyəti qəbul eləyir. Şəxs xəbərliyi qəbul eləyir, amma halı yoxdur. Sizin kimi adlıq halın halı yoxdur. Gəldim yiyəli yal. Yiyəli yalın cəmi də var, mənsubiyyəti də var, halı da var, şəxs xəbərliyi də var. Yönlü yalda cəm, mənsubiyyət, hal, şəxs xəbərliyi qəbul eləyir. Təsirli hal. Şəxs xəbərliyi yoxdur. Cəmi qəbul elədi. Mənsubiyyət, hal, şəxs xəbərliyi yoxdur təsirli halın. Yerlik, çıxışlıq hamısını qəbul elədi. İndi baxın. Bizə belə bir sual düşür. Deyir ki, fikir verin, bunu siz bilirsiniz axı. Dim sizi sizdən yaxşı tanıyır. Gətirir sualda qoyur. Sual, şərti belədir. Verilmiş cümlələrdən hansında ismə məxsus maksimum 3 şəkilçinin üçünü də qəbul edən söz var. Maksimum neçə şəkilçi qəbul eləməlidir? 3. İsmə məxsus maksimum 3 şəkilçini qəbul edən hallar hansıdır?
Adlıq hal maksimum 3-ü qəbul edir, bir də təsirli hal. Deməli, səndən ya adlıq halı, ya da təsirli halı soruşur. Aydındır? İsmin neçə halı ismə məxsus olan 4 şəkilçinin 4-ünü də qəbul edir? 4 halı. 4 hal 4-ünü də qəbul edir. Yərlik, yönlük, yerlik, çıxışlıq. Bildiniz? Yərlik, yönlük, yerlik, çıxışlıq. Təsirli hal cümlədə nə olmaz? Xəbər olmaz. Çünki şəxs xəbərli şəkilçisinin funksiyası nədir? Həmin o şəxsi aparıb xəbər kimi işlədir. Məsələn, deyirəm müəllim. Mən müəlliməm. Gördünüz? Mən müəlliməm. Xəbər. Sən müəllimsən. Şəxs xəbərli şəkilçimiz nədir? Sən. Deməli, şəxs xəbərli şəkilçisi sən, o sözü xəbər. İkinci şəxs deyil. İkinci şəxs də sən. Bax, o müəllimdir. Fikir verin, o müəllimdir. Onu mən şəxs xəbərli kimi necə işlədirəm? O müəllimdir. Deməli, təsirli hal xəbər olmadığını bildiniz, adlıq halında xüsusi şəkilçisi yoxdur. Burada nəsə qaranlıq qalan bir şey var sizdə? Qaranlıq qalan bir şey yoxdur ki? Qəşəng. Adlıq halın şəkilçisi hansıdır? Yoxdur. Yəli hal, ın üstü 4. Yönlü hal, A-ə. Təsirli hal, I üstü 4. Yəqin ki, bunu bilirsiniz. Da 11-ci sinifsiz, bir zəhmət. Yerli hal, dadə. Çıxışlı hal, dan-dən. Bunları gördünüz, şəkilçiləri. Sual verəndə bu şəkilçilər sualda əks olunmalıdır. Sualda. Deməli, ın deyil burada. Sualları kimdən haradır? Olur? Kimin, nəyin, haranın. Bildiniz? Kimən, nəyə, haraya. Kimin, nəyi, haranı. Kimdən, nədə, harada. Kimdən, nədən, haradan. Söz yaradıcında sizə demişdim ki, sualda şəkilçini görürsünüzsə, o şəkilçi leksikdir, qrammatik. Qrammatik. Düzdür, bax. Deyir ki, məsələn, Məhəmmədin kitabı, Məhəmmədin. Sual verin. Kimin? Deməli, oradakı in nədir? Yəlik, qrammatik. Bildiniz? Deməli, sualın özündə ıncıdan başqa. Sualın özündə şəkilçi varsa, deməli, o şəkilçi qrammatik şəkilçidir. Suallarına da həmişə kim, nə, hara suallarıdır. Şəkilçini qoşursan da, deyirsən ki, evə gedirəm. Sual verin. Hara? Hansı hal olur? Yönlü hal. Bir də fikir verin, adlıq hal. Sözün kökü nədir? Adlıq halda sözün kökü nədir? Adı bildirir də, ad. Yiyəlik hal. Sözün kökü nədir? Yiyə. Yiyə nə deməkdir? Sahib. Bu alət olur, bıçağı itilənmək üçün. Nədir onun adı? Yeyə. Eşitmisiniz? Bax, o yeyədir. E-lə yazılır. Yiyə sahib deməkdir. Demir də, çöldə öz başına birinci önə deyir, bunun yiyəsi yoxdur. Yiyə. Aydındır? Da onun demini yeyəsi yoxdur. İdi, yiyə. Yönlük halda bax, niyə görə adı yönlükdür? Yön istiqamət bildirir. Məsələn, deyirəm ki, Əli, hara gedirsən? Yəni, yönün haradır, nə deyirsən? Bir dənə cavab ver. Gördünüz nədir? Evə. Evə. İstər-istəməz nə ilə işlətdi? A ilə işlətdi. Yəni, deyirəm, istiqamətin haradır? Evə, şəhərə, məktəbə, kəndə. A ilə. Bax, təsirli hal nədir? I. Məsələn, kitabı, nəyi? Özündən sonra təsirli hal təsirli feili istəyir. İzah edəcəm onda. Yerlik hal. Sənə zəng eləyirlər ki, tutaq ki, Cavidan, hardasan? Nə deyirsən? Hardasan? Cavab ver. Evdə, kursda, şəhərdə. İstər-istəməz sənin yerində. Soruşurlar, hardasan? Yəni, yerini de də, düzdür? Sən də nə ilə deyəsən? Dadə ilə. Yerlik hal yerimizi bildirir. Çıxışlıq hal. Çıxışlıq hal ilk nöqtəni bildirir də. Evdən, şəhərdən, hardan gəlirsən? Evdən, şəhərdən çıxış nöqtəmizi bildirir. Bildik? Çıxış nöqtəmizi, ilk çıxış. Evdən gəlirəm, şəhərdən gəlirəm, kursdan gəlirəm. Yəni, başlanğıc nöqtəni bilirsən, hardan başlamısan? Bildiniz indi? Ona görə bax, isimin bu adlarının, bu halların adları düzəltmədir. Yəni, hamısı yönlü hal deyəndə bax, yönü düşün, yön, evə. Çıxışlıq hal dan. Yəni, burada çətin bir şey yoxdur. İndi gələk. Bunu sildik. Əsas bunu izah eləmək idi ki, başa düşün. Hə, baxın, yəli yanı şəkilçisi nə idi? In. İndi deyirəm ki, bax, kitabın
maraqlıdır. Düzdür? Bir də yazıram ki, kitabın üzü yoxdur. Fikir verin. Düşüb A, B. Kitabın maraqlıdır, bir də kitabın üzü yoxdur. 2 dənə cümlə var da, kitabca belə yazın. Deyəcəklər, müəllim, kitabın nədir? İkisində də yazıram. Kitabın, bir də kitabın. İkisi də eyni söz deyil. Biri yiyəlikdir, biri mənsubiyyətdir. Əkbər, fikrin burada olsun. Rahim, gərək oturasan sən orada tək. Köçürmə, hələ qulaq as. Kitabın maraqlıdır, kitabın üzü yoxdur. Başa düş, köçürməyinə ehtiyac yoxdur. Fikir ver. Bu boyda canlıda hamı səni tanıdır, Rahim. Başa düşdüm. Bunlar başa düşdü, online başa düşdü, qaldınız siz. Əkbər 2-ci ilin tamam olur, Rahimin 3-cü ildə elə başa düşməyib. Hə, kitabın maraqlıdır, kitabın üzü yoxdur. Sizə bir dənə sizə uyğun yol deyirəm. Yəni, tənbəl yolu. Bax, tənbəl yolu. Sizin üsulunuzda tənbəl. Adlıq, yiyəlik, bir də təsirlik. Sözün adlıq, yiyəlik, təsirlik halda olduğunu tapmaq üçün nə edəcəksiniz? Bir dənə onu qarışdırırsınız. Adlıq halda sözü çıxıb yerinə o yaza bilərsiniz. Yiyəlik halda sözü çıxıb yerinə şəkilçisi nədir? Yiyəlik. Onun. Onun yaza bilərsiniz. Təsirlik halda şəkilçisi I. Yazırsınız onu. İndi bax. Kitabın sözünün yerinə onun qoya bilərsən, qoy. Onun maraqlıdır deyə bilərsən. Nə deyəsən? O maraqlıdır. Ayso. Gətirib kitabın yerinə o yazasan. O maraqlıdır. Deməli, bu şəkilçi yiyəlik ola bilməz. Mənsubiyyət imiş. Bildiniz? Bu bir qayda. İndi bax, gətir bunun yerinə yaz onun. Onun üzü yoxdur. Kitabın üzü yoxdur, onun üzü yoxdur. Gördün? In şəkilçili sözün yerinə çıxırsan, onun yazırsan, alınırsa yiyəlik al. Alınmarsa adlı hal olur. Yəni, mənsubiyə şəkilçi olur. Bildiniz? Deyəcəm. Məsələn, deyir ki, bax, kitabı bizdə qalıb. O bizdə qalıb. Amma deyir ki, kitabı apardılar. Onu apardılar. Deyəcəm, təsirli halda onu da deyəcəm. Deməli, bu ən tənbəl yoludur. Söz əgər adlı haldatsa, aparıb yerinə o qoyasan, yiyəlik haldatsa, onun qoyasan. Bu birinci qayda, yox. Dobrusunun şəkilçisi var da o boyda. Tənbəlin də bu qədəri. Birinci qayda asan idi. Bu birinci üsulumuzdur bizim. İkinci üsul nədir? Sizə dedim ki, yiyəlik hal özündən əvvəl nə istəyir? Mənsubiyyət özündən əvvəl nə istəyir? Mənsubiyyət deyir, mənim yiyəm anı. Düzdürmü? Mənsubiyyət ancaq yiyəsini axtarır. Yiyəsini gətir. Sən bilmirsən ki, bu şəkilçi mənsubiyyətdir, yoxsa bu şəkilçi mənsubiyyətdir. Ona görə şəkilçinin mənsubiyyət olduğunu bilmirsənsə, apar əvvəlinə yiyəsini yaz. Bax, məsələn, 2 dənə uşaqdır. Düzdürmü? Bax, 2 dənə uşaqdır. Nəysə də, axırı ki. Bunun yiyəsini tapmaq üçün neyniyəsiz? Soruşturasınız, bir yiyəsini gətirəsiniz də. Sənin yiyən kimdir? Düzdürmü? Yiyəsini gətirəsiniz bu uşağın yanına ki, tək qalanmır. Ona görə neyniyəsiz? Gətirin əvvəlinə yiyəli yallı bir söz qoyun. Məsləhət görərdim ki, ındısa ın neçənci şəxs də olur. İkinci şəxsin əvəzliyin qoyun. Sənin əvəzliyin qoyun. Sənin kitabın maraqlıdır, deyə bilirsən? Sənin kitabın maraqlıdır. Deməli, bu ın nə imiş? Mənsubiyyətdə yiyəsini görən kimi sevindi. Düzdür? Sənin kitabın maraqlıdır. İndi gətir bura qoy. Sənin kitabın üzü yoxdur. Sənin kitabının, gördünüz düzəltdi. Sənin kitabının. Deyir ki, sənin evin üstü, nə bilim, küləkdə qırıldı. Nə deyir? Uçdu. Sənin evin, elə bir kitay danışır. 5 manat deyirlər, 5 manat, 3 manat. Bax, o tipdə çıxır da nitq. Sənin evinin üstü, sənin kitabının içi, nədir də, bir yerdə da. İkinci versiyamız nə oldu? Nə oldu ikinci versiyamız? Yiyəsin qoydum. O nə üçündür müəllim? TikTokda canlı gedir. Dostlar tıklayın, şir atın, şir. Sərfət edin, neyse. Bizə cavabı belə. Burada da onun əlində deyil. Al başqa şey, belə çevirdi onu.
Hə də yaxşı əsəbləşmə müəllim. İkinci versiyamızı bildiyi nədir uşaqlar? Deməli, birinci versiya tənbəl üsul, ikinci versiyam nə oldu? İkinci versiyam nə oldu? Əvəzli. Üçüncü versiya və ən yaxşı versiya. Gətir ikisinin də əvvəlinə öz yaz. Öz yaz. Aha, bax, gətirəm bura öz yazıram. Deyirəm ki, öz kitabın maraqlıdır. Deyirsən, mənim kitabım maraqlıdır, yoxsa deyirsən ki, öz kitabım maraqlıdır. Deyir, mənim kitabım maraqlıdır, yoxsa Rəsulun kitabı. Deyirsən ki, öz kitabım maraqlıdır. Deyə bilirəm də, normal. İndi bax, öz kitabın üzü yoxdur. Öz kitabın üzü yoxdur. Olar elə cümlə? Yox. Özü artıra bilmirəmsə, yiyəlik. Artıra bilirəmsə, mənsubiyyət. Aydın oldu sizə? Deməli, mənsubiyyət özündən əvvəl yiyəsin istəyir, ya da özün istəyir. Vəssalam. Mənsubiyyət tək olmur. Mənsubiyyət deyil, mənim yiyəmi gətir. Bax, açıq qoy, onu aç. Aç, ümumiyyətlə aç. Bunu qarışdırmasınız ki, əla. Deməli, yiyəlik halına mənsubiyyəti fərqləndirdik. İndi, pıçıltı gəlir, yoxsa mənə elə gəlir? Pıçıltı eşidirəm. Yiyəlik. Yiyəliyin şəkilçisi nədir? In üstü 4. Uşaqlar, ın üstü 4 şəkilçisi ilə işlənirsə, bu müəyyən yiyəlik haldır. Müəyyən. Müəyyən yiyəlik haldır. Amma elə var ki, yiyəlik haldır, onun şəkilçisi yoxdur. Biz ona nə deyirik? Şəkilçisi yoxdursa, gəlin riyaziyyatla yazaq bunu. Sonra ixı oxuyacaqlar. Boş çoxluq. Yəni şəkilçisi yoxdur. Yazırıq ona qeyri müəyyən yiyəlik. Qeyri-müəyyən yiyəlik. Deməli, yiyəlik halı neçə yerə böldük? 2 yerə. Müəyyən yiyəlik hal və qeyri. Görürəm də nə var burada? Şəkilçi deməli necə haldır? Müəyyən. Sən dedin ağa? Hə, onu çıxardın, əsəbimə toxunur. Fikrim qaldı orada. Bir də var boş çoxluq. Yəni şəkilçisi yoxdur, qeyri-müəyyən yiyəlik haldır. Ən asanı budur, qeyri-müəyyən yiyəlik hal. Bax. Yiyəlik hal deyirəm ki, məsələn, Azərbaycanın şəhərləri. Fikir verin. Azərbaycanın sözündəki ının yiyəlik yoxsa mənsubiyyət olduğunu hardan bilirik? Tez tənbəllər o qoyacaq ya da onun qoyacaq. Qoyun bir dənə. O Azərbaycan. Onun şəhər. O Azərbaycan yox. Azərbaycanı çıxıb yerinə qoyuruq. O şəhərləri yoxsa onun şəhərləri? Onun. Deməli, hansı haldadır? Yiyəlik. Eyni zamanda mən bilirəm ki, yiyəlikdən sonra nəyi gəlməlidir? Ayso, mənsubiyyət. Bu mənsubiyyəti görürəm, burada da yiyəsini görürəm. Hə, deyirəm ki, vəssalam. Bu yiyəlikdir, bu da mənsubiyyət. Bildik? İndi yazır ki, fikir verin. Bax, yazır ki, Bakı şəhəri. Bakı şəhəri. Fikir verin. Onun şəhəri. Ayso. Bax, Bakı şəhərindəki Bakı sözü şəhərdən ayrı təhlil olunmur. Bakı şəhəri gözəldir. Gözəldir hara? Bakı şəhəri. Bakı şəhəri. Bütöv bir ikinci növ təyin söz birləşməsi deyirik biz ona. Yadda saxlayın. Hə, bax, Azərbaycanın şəhərləri gözəldir. Gözəldir hara? Bütöv götürdüm. Bakı şəhəri gözəldir. Gözəldir hara? Bakı şəhəri. Bakı ismin hansı halındadır? Tapanmırsınız, düzdür? Yerinə o qoy. O şəhəri gözəldir. Olmaz. Onun şəhəri gözəldir. Düzdür? Deməli, qeyri-müəyyən yiyəlik al. Bu ən çətin versiyasıdır. Nəyə görə? Çünki hər ikinci növü, yəni qeyri-müəyyən yiyəlik alı müəyyənə çevirə bilmirik. Məsələn, bu asandır. Deyir ki, məktəb direktoru gəldi. Gəldi kim? Məktəb direktoru. Bunu tez müəyyənə çevirin.
Məktəbin direktoru deyə bilirsiniz. Və ya, bax, sinif rəhbəri getdi. Getdi kim? Sinif rəhbəri. Sinifin rəhbəri. Bunları artıra bilirəm. Yəni, müəyyənə çevirə bilərəm. Sinifin rəhbəri. O da hardan bilirəm? Nəyi gördüm burada? Mənsubiyyəti görürəm, bilirəm ki, mənsubiyyət tək işlənməzdir. Onun əvvəlində bir yiyəsi olmalıdır. Rəhbər kimdir? Sinifin var rəhbəri. Sinifin rəhbəri. Sinif rəhbəri. Tez bərpa elədim və ya yerinə onun qoyuram. Onun rəhbəri. Tapdım, dedim ki, bu qeyri-müəyyən yiyəlik alınmış. Deyir ki, Koroğlu metrosu. Koroğlu metrosu təmirə bağlandı. Hara? Koroğlu metrosu. Bunu bərpa eləyə bilərsiniz, müəyyənə çevirə bilərsiniz. Koroğlunun metrosu, dədəsi tikib. Yoxdur, Koroğlunun metrosu. Olmaz axı. Koroğlu metrosudur, çevirə bilmirik. Amma qeyri-müəyyən yiyəlik aldadır. Düzdür? Bakı şəhəri, Bakının şəhəri deyə bilmirəm. Bildiniz? Məsələn, deyirsən ki, başqa hansı sözlər deyə bilərsiniz? İşlədin görək. Quba şəhəri. Quba şəhər deyincə, şəhəri, Quba rayonu, tutaq. Qubanın rayonu. Nizami, nə bilim, stansiyası. Nizaminin stansiyası. Onun Nizami özü üçün ayrıbdır. Bura mənim stansiyamdır. Dədə Qorqud parkı. Dədə Qorquddan başqa heç kim gedə bilmir. Dədə Qorqudun parkıdır. Olmaz. Dədə Qorqud parkı qeyri-müəyyən yiyəlik aldadır. Nizami stansiyası qeyri-müəyyən yiyəlik, sonra mənsubiyyətlə işlənir. Bildiniz indi? Hə. Dedik ki, bax, səhərdən yiyəliyi işlətdikcə, nə deyirəm, yanında nə gəlməlidir? Ancaq mənsubiyyət deyirəm də, düzdür? Cümlədə, sintaktik təhlildə də siz onu mənsubiyyətlə birlikdə götürəcəksiniz. Frazeoloji birləşməni keçəndə bir dənə cümlə yazmışdım sizə təhlildə. Yadınızdadır, Xocalı şəhidlərinin intiqamı. Yadınızdaydı. Gəlin o cümləni bir dənə yazın. Baxın. Xocalı şəhidlərinin intiqamı qəhrəmanlıqla, yox, belə yazın, biraz uzadaq. İntiqamı xalqın igid oğulları hesabına, daha uzatmıram, alındı. Xocalı şəhidlərinin intiqamı xalqın igid oğulları hesabına alındı. Xəbərimiz nədir? Görsən? Sağ ol səni Əkbər. Hətər bilirsən? İndi isbat elə. İsbat elə. Həbib, nəyə görə hamısı xəbər götürür? Aha, birinci bağlı olan nədir? O birincini göstər. Ruslan, de görüm. De. Kimdə onu dedi? Qəşəng. Mir Rəsul. De, sənin səsin elə çıxmır. Xocalı yox. Bax, intiqam almaq frazeoloji birləşmədir. İntiqam almaq frazeoloji birləşmədir. Burada nə görürəm? Deyir ki, onun qələmi alındı. Düzdür? Onun evi alındı. Neyniyiblər? Alıblar da nəyi? İntiqamı nətər ala bilərlər? İntiqamı ala bilərlər. Almaq sözü burada real iştirak eləmir axı. İntiqam almaq frazeoloji birləşmədir. Sən bilirsən ki, frazeoloji birləşmələr sintaktik təhlildə parçalanmır. Mən bunu bir götürürəm. Bax, bütöv götürdüm xəbər. Çünki intiqam almaq frazeoloji birləşmədir. Bütöv xəbər götürdüm. Aha, baxıram görüm əvvəlində nə var? Mən burada gözümə batan nədir? Xocalı şəhidlərinin, baxıram onların, yiyəlik var ya burada, nəyisə səhv eləmişəm. Yiyəliyin nəyi olmalıdır? Mənsubiyyəti. Şəhidlərin nəyi? İntiqamı. Deməli, yiyəlik nədən ayrılmaz? Mənsubiyyətdən. Bunu bütöv götürdüm. Şəhidlərin intiqamı. Şəhidlərin intiqamı, hər şey okey. Baxıram burada Xocalı. Xocalı şəhidləri. Onun şəhidləri. Deməli, Xocalı şəhidləri özü nəymiş? Qeyri-müəyyən yiyəlik al. Bildiniz? İndi deyin görüm, verilmiş cümlədə yiyəlik hallı neçə söz var? Buyurun. Yazın görək. Əkbər. Yazıb Əkbər. 2 nöqtə. Çarəsizim, çarəsiz. 3 dənə. Hansılardır? Yiyəlik hallı neçə söz var? Dilimizə yox, başımıza güc veririk.
Bir dənə işə salın. Əli bir dənə işə sal. Həsən de görüm hansı sözlərdir. 4 dedi, Həsən deyəndə oldu 5. Ağdamlısan sən? Yox, Naxçıvanlı. Məhəmməd de bunları utandıraq. Yox. De, sinifin gülü, çiçəyi. De, hə. De, Nəzim. De. Hansı sözlərdir? Bunlar lap içi yazıb. Yəli, hallı neçə söz var dedim. Qulaq as. Şansınız bitdi. Nə dedim? Yəli, hallı sözlər. Düzdür? 1. Xocalı. 2. Şəhidlərinin. Xalqın 3. Oğulları 4. Neçədən oldu? 4 dənə. Bax, onun hesabına alındı. Aparıb yerinə onun qoyuram da. Onun hesabına. Düzdürmü? Onun oğulları. Onun intiqamı. Onun şəhidləri. Yəli yalın hamısını yerinə onun qoya bilərəm. Aydındır? Bax, Xocalı şəhidlərinə siz dediniz ikinci növtəyin söz birləşməsi. Çünki bu qeyri-müəyyən yəli yalıydı. 1. Şəhidlərin intiqamı burada yəlik. 2. Xalqın oğulları, xalqın 3. Oğulların hesabı oğullarında 4. Oldu cavab 4 dənə. Müəllimə düz dedim, yaxşı elədim. Neçədən oldu? 4 dənə. Bildiniz, bu frazeoloji birləşmədə bunu dərk etmədən bütöv xəbər götürürdük də. İndi dərk elədiniz. Ay tövbəcər, dərk elədiniz. Hə. Sən də təriflədi bugün susqun gözəl. Hə? Canlı sən deyirsən ki, mənəm, səni görmürlər. Yaxşı. İndi deməndə məqsəd nə idi? Yəliyi harda görürsə mənsubiyyətini dartıb gətiririk. Elə cümlələr olur ki, yəli hal özü orada ayrıca cümlə üzvü olur. Mənsubiyyəti istəmir. Hə. Deyə bilərsiniz, cümlədə yəli hal olsun, amma mənsubiyyə şəkilçili söz olmasın. Yəli hal olsun, təbii ki, müəyyən yəli olacaq. Mənsubiyyə şəkilçili söz olmasın. Pis çıxsa da deyəcəm də özürü sayın. Yəni pis mənada mən demək istəmirəm. Çirəyə gəlib gözünüzü yumun uşaqlar siz, canlı daşlar. Böyle 2 tip sözüm var. Ha. Nə? Yox. YouTube'da canlımızda, YouTube canlılarda nələr deyirik biz. Hə. Natiq müəllim bu TikTok fenomenlərinin bir adını çəkir. Özdə qoyur, dərs oxumayan filankəs. Bu ilə başlayır, nə ilə qutarır. Fenomen var. Devam olar bilir. Hə. Baxın uşaqlar, o sözü deyirəm, nədir? Biri məsələn bir pis iş görür, ard-arda pis iş görəndə, deyir buna bu axırıncı yoldadır artıq. Bundan o tərəfə yoxdur da. Eşitmişsiniz onu? Yəni artıq düzəlməlidir də, hə. Özün yığışdırmalıdır. Bax, yəli halda nədir? Yəli halda o axırda işlənir ha. Onda heç kimi tanımır, deyir, mənsubiyyət nədir? İstəmirəm. Yəli hal bir dənə axırda işlənir. Deməli, nə olanda? Axırda işlənir. Yəni, axırda işlənən cümlə özvü. Deməli, yəli hal bir dənə xəbər olanda nəyi tanımır? Mənsubiyyəti tanımır. Məsələn, deyirəm ki, bax, kitab əkbərindir. Fikir ver. Hanı bunun mənsubiyyəti? Sual verin də. Kimindir? Deməli, yəli hal müstəqil cümlə özvü ola bilər. Ayısı ol. Məhəmməd, hansı versiyada? Bir dənə xəbər olanda. Cümlə özvü kimi bir dənə xəbər olanda, xəbəri şəkilçisini qəbul eləyəndə müstəqil cümlə özvü olur. Qalan heç bir halda, bax deyirəm, heç bir halda yəli hal ayrıca cümlə özvü olmaz. Sintaktik təhlil keçəcəksiniz. Artıq belə şeyləri keçəcək, sintaktik təhlildə probleminiz qalmayacaq. İndi versəm sintaktik təhlildə probleminiz çox olacaq, düzdür? Niyə? Problem orada deyil, problem budur. Problem sizsiz, hə? Bunu bilsəniz, sintaktik təhlilə çatanda artıq elə qəşəng işləyəcəksiniz ki. Bax, Əkbərindir, nə kitab? Tapdım. Kimindir? Yəli yalım ayrıca cümlə özvüdür. Sintaktik təhlil işləyir. Deyir ki, məsələn, kitabın nəysə, bir təhlil elədi, yazdı burada tamamlıq, zərflik, nə bilim, mübtəda təyin, bu gəldi buradan yəli yal çıxdı.
Sintaktik təhlili bizə dənə yəlik hal qalıb. Deməli, sənin təhlilin yanlışdır, səhvdir. Çünki yəlik hal ayrıca qala bilməz. Mütləq mənsubiyyəti ilə bir təhlil olunmalıdır. Aydın oldu? Bir dənə deməli, yəlik hal nə vaxt ayrıca cümlə özü ola bilər? Xəbər olanda. İndi, uşaqlar, nəyi yoxdur, bax, kitab əkbərindir, nəyi yoxdur? Mənsubiyyət. Sualı gətirib sizə necə verirlər? Həsən, qulaq as. Sualın tərzinə baxın. Hansı cümlədə mənsubiyyət şəkilçisi olmasa da mənsubluq bildirən söz var? Əkbərə nə mənsubdur? Kitab. Görsünüz? Sən bilirsən ki, yəli yal xəbər olanda mənsubiyyəti qəbul eləmir də, istəmir. Sən bunu bilirsən, dim də nə inir, sizdən də çox bilir. Gətirir, fırlayır bu tərəfdən. Elə ki, qulağın buradan yox, gətirir bu tərəfdən qaşıyır. Belə. Hansı cümlədə mənsubiyyət şəkilçisi olmasa da mənsubluq bildirən söz var? Mənim qələmim demirsən, mənsubiyyət. Çevirirəm, deyirəm, qələm mənimdir. Al. Mənə mənsub olan qələmdir. Burada mənsubiyyətə ehtiyac olmadı. Başa düşdünüz? Qələm mənimdir. Kitab Əkbərindir, onundur. Problem olmadı ki burada. Qəşəng. İndi, mənsubiyyət şəkilçisi kiməsə aid olur da, kiməsə mənsub olur, düzdürmü? Yəni, sahibini axtarır. Bəzən deyir ki, mənsubiyyət şəkilçisi işlənsə də mənsubluq bildirmir. Bu da asandır, deyirəm. Bana deyir ki, mənim babam. Baba mənimdir. Sonra sənin yazaq oğlun. Sənin oğlun. Sonra onun müəllimi. Deyir, qələmlərin üçü. Hə, bunu ayıraq bir dənə. Fikir ver. Mənim babam, sənin oğlun, onun müəllimi. Bu birləşmələri yazdıq. Bir dənə də normal birləşmə yazaq. Mənim telefonum. Aha, yazdıq. Bunun sahibi kimdir? Mən. Düzdür? Mənim telefonum da mənimdir. Bu telefonun sahibi kimdir? Mən. Düzdürmü? Mənim telefonum. Yəni, bu telefonun yiyəsi, sahibi mənəm. Bu telefon mənə mənsubdur. Burada qoyacam, burada da qalacaq. Kimin ixtiyarı var onu götürməyə? Heç kimin. Sizin, deyirsiniz, sizin kitabınız, sizin dəftəriniz, sizin maşınınız sizindir. İndi bax. Mənim babam. Babamın sahibi mənəm. Babamı burada otuzdurdum, kişi burada qalmalıdır. Başqa heç kim ona əl vuranmaz, heç kim mənim babamdır. Hara gedirəm, özümlə dartıb aparım. Ay sol. Sənin oğlun. Oğlun sahibi sənsən. Müəllim, atasıdır da o. Bu oğul qələm deyil ki, qala ilə belə axıra qədər. Böyüyür, o da ata olur da. İnsan insanın sahibi ola bilməz. Yiyəsi ola bilməz. Sadəcə vəzifəsi sənə baxmaqdır. Vəssalam. Sənin atandır, yaxşı elə, sənin atandır, hə. Amma sənin oğlunsa, sən onun sən onun əşyası deyilsən. Yəni, adamın mənsubu olan Azərbaycan dilində deyim, canlıları qoyduq, insanları qoydum qırağa, qalan nə varsa olar. Bildiniz? Qələm ola bilər, bitki ola bilər, biologiya deyil, həlmən, bitki də canlıdır axı. Mənim, məsələn, gülüm, çiçəyim, qələmim, məktəbim, şəxsən mənimsə deyirəm, mənə aiddir. Amma insan insanın sahibi ola bilməz, insan insana aid ola bilməz. Sonra, ay sağlam ol. Deyirsən ki, onun müəllimi və ya mənim müəllimim. Bu mənim müəllimimdir və s. Bu mənim telefonum deyildi. Kimin ixtiyarı var gəlib bundan? Mənim də WhatsApp-a verin, girim yazım dənə. Kimsə girə bilər? Yoxdur, yazanmaz. Aydındır? Yəni, mənim telefonumdur, mənim müəllimim. Onun başqa heç kimin müəllimi deyil, mənim müəllimimdir. Olar elə bir şey. Ancaq mənə xidmət eləməlidir, olmaz. Onun müəllimi, mənim müəllimim deyəndə burada bir sahiblik, mənsubluq anlayışı yoxdur. Deməli, qısası insan olanda deyirik mənsubiyyət şəkilçisi olsa da mənsubluq bildirən söz yoxdur. Mənsubluq bildirmir burada. Aydın oldu? İndi bax. Deyirdik, telefon mənə aid. İndi qələmlərin üçü.
Görürsünüz, burada da mənsubluq yoxdur. 3 qələmə mənsubdur. 3-ün sahibi qələmdir. Yox. İnsan və say olanda, insan və saylar olanda mənsubluq anlayışını unuduruq. Bildik? Mənsubiyyət şəkilçisi olsa da mənsubluq olmur. Başa düşdük? Çətin deyil ki. Əssalam. Neçədə bitməlidir? Hədə var da elə. Hələ var, var. Bir dünya vaxtımız var hələ. Hə, uşaqlar yaxşı gedir də yəqin ki sizdə də. Müəllim, neçə il idi bilmədiyim qaydanı indi anladım. Baxın, baxın, bilmirsiniz qədrimizi. Hə, uşaqlar, yiyəlik, hə? Yiyəlik halda nəsə bir problem yoxdur ki, qəşəng. Bir də qeyri-müəyyən yiyəlik halın yanında mütləq nə olmalıdır? Mənsubiyyət. Müəyyən yiyəlik hal o axırı dəcəllik eləyəndə, axıra keçəndə ayrıla bilir. Amma qeyri-müəyyən yiyəlik hal yazıqdır, heç nəyi yoxdur. Ona görə ancaq mənsubiyyəti dartır aparır özü ilə. Gəldi indi təsirlik hala. Bax, təsirlik. Seymur şəkilçisi nə idi? Nə axtırsın onun qulağında? Hə, şəkilçisi nə idi? Əkbər şəkilçisi nədir? Təsirlik alın. Dəftərinə baxırıq. O saça yaraşmır, o. Saçımı yumaram, kirli gələrəm, amma gedib o təsirlik alı öyrənərəm. Darıyıb dən durur. Bu gün yuyub gəlib özdə, bax. Ona sərf elədiyim vaxtı təsirlik ala sərf elə. Ged halları öyrən. İmtihanda halın olmayacaq yazmağa. Gör, nə cünə qoyacaqlar səni? Get bala, mətinə ümid eləmə. Olmadı belə, oldu belə. Çarxdı da çöndü, başqa cür saldı. Neyniyəsən? Böyle. Təsirlik halın şəkilçisi nədir? I üstü 4. Bax, aram gedirəm ki, beyninizə hopsun. Tez tələsik desəm, yox, getdi. I üstü 4. Təsirlik hal. Bayaq dedim ki, adlı haldan fərqləndirəndə yerinə nə qoymalıydıq? Onu. I-nı artırın da, onu. Düzdür? Təsirlik halda yiyəlik kimi 2 yerə bölünür. Müəyyən təsirlik, qeyri-müəyyən təsirlik. Qeyri-müəyyən təsirliyin şəkilçisi yoxdur. Müəyyən təsirliyin də şəkilçisi I üstü 4-dür. Bax, deyirəm ki, kitabı bir yazıram. Oxudu. Bir də var ki, kitabı itdi. Bayaqki yiyəlik kimi. Kitabı oxudu, kitabı itdi. Fikir verin. Neyniyəcək? Tez bunun mənsubiyyət olduğunu bilmək üçün yəsin gətirəcək. Getdik yəsin. I-dırsa 3-cü şəxsi də onun gətirin. Onun kitabı oxudu. Cümləyə bax bir dənə. Onun kitabı oxudu. Olmaz. Onun kitabı itdi. Deyə bilirəm. Deməli, bu nəymiş bu versiyada? Burada mənsubiyyət şəkilçisi və adlıq haldaymış. İndi bax, onu oxudu deyə bilirəm. Onu oxudu. Ay, sol. Deməli, üstdəki versiyada da təsirlik alıymış. Bildiniz indi? Belə yazdım, başınız oldu. İndi qarışdı, qarşımaşı. Baxaq. Kitabı oxudu. Kitabı itdi. Fikir ver. Kitabı oxudu. Yerinə qoyursan onu. Onu oxudu. Kitabı çıx, yerinə onu qoy. Deməli, təsirlik alıymış. Kitabı itdi. Onu itdi deyə bilərsiniz. Yox, o itdi deyirsiniz də, düzdür? O itdi. Deməli, bu adlıq haldır. I nədir bəs? I mənsubiyyətdir. Çətindir? Yox. Apar əvvəlinə öz yaz. Öz kitabı oxudu. Öz kitabı oxudu. Var belə cümlə. Əslində necə olma? Öz kitabını. Ay, sol. Öz kitabı itdi. Məsələn, Seymurun öz kitabı itdi. Mənim kitabım yox, Seymurun öz kitabı. Ola bilər, düzdür? Öz kitabı itdi. Özü artıra bilirəmsə, mənsubiyyət. Yəsin gətirirəmsə, onun kitabı. Mənsubiyyət. Yerinə o qoyuramsa, mənsubiyyət. Asandır bu da. Aha. Fikir verdiniz. Hələ qeyri-müəyyən yiyəliyə toxunmamışam. Bax, deyir ki, evə həkim çağır
Çağırdılar. Evə kimsə ağıllı bir dənə söz dedi bax. Evə həkim gəldi. Gəldini kimsə arxadan işlətdi. Görməsəm qulaqlarım çox qəşəng işləyir. Evə həkim çağırdılar. Evə həkim gəldi. Hamıya sual. Həsən imkan olsa lövhəyə bax. Nə görmüsən? Əkbər, hara baxırsan sən? Bax, həkim sözünün altından xətt çəkirəm. Həkim sözünün sualı nədir? 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 Amma deyirəm nədir? Nə? Həkim sözünün sualı nədir? Nə? Nə olacaq? Nə? Adlı xal deyil. Həkim nə? Bu cümlədə həkim sözünün sualı nədir? Nə? Sizə sual vermirəm. Deyirəm, həkim sözünün sualı nədir? Yəni, sualı nədir? Nə? Sizdən soruşmuram. Evə həkim çağırdılar. Əgər mən bunu belə yazsaydım, fikir verin. Həkimi çağırdılar. Kimi deyənlər var idi? Evə həkimi çağırdılar. Kimi? Haqlıydınız. Və ya kim də deyə bilərsiniz, amma kim olmaz da iyi varsa. Həkimi çağırdılar. Düzdür, kimi deyərdiniz. Mən bunu sildim. Bunu elədim qeyri-müəyyən təsirli halda. Yadda saxlayın. Qeyri-müəyyən təsirlik və qeyri-müəyyən yiyəlik. Halbuki boş çoxludur, şəkilçiləri yoxdur. Bunun sualı nədir? Nə? Bir dənə nə sualı var? Qeyri-müəyyən təsirliyin, qeyri-müəyyən yiyəliyi. İndi mənə deyin görüm, ismin 6 halından neçəsində nə sualı gördüm? Adlıq, kim, nə, hara? Adlıqda nə var? Qeyri-müəyyən təsirlikdə, qeyri-müəyyən yiyəlikdə. İsmin 3 halında nə sualı var? Aydındır? Hə. Evə həkim çağırdılar, düzdürmü? Çağırdılar, hara evə, nə həkim? Tənbəllər neyinir bunu? Tapanmayanlar. Bax, yox. Tutaq ki, Fəridə sual verirəm, düzdürmü? Dəftəri açıb dəftərdən cavab verir. Belə baxır, cavab verir. Mən onun başını yoxlamaq üçün neynəməliyəm? Qəşəng. Gör nə qəşəng bildi. Dəftəri ondan uzaqlaşdırmalıyam. Düzdür? Dəftəri ondan uzaqlaşdırmalıyam. İndi fikir ver. Mən bu sözün halını bilmək üçün bu sözü xəbərin yanından uzaqlaşdırmalıyam. Sözün hansı halda olduğunu bilmək üçün o sözü uzaqlaşdırıram. Nə edirəm? Bu həkimi aparıram. Yazıram bura. Bax, həkim evə çağırdılar. Nə olacaq? Həkimi. Hə. Xəbərin yanından uzaqlaşdıranda halım bəlli elədi. Dəftərin əlindən alanda başım bəlli elədi. Aydındır? İndi bax, qeyri-müəyyən təsirli hal, qeyri-müəyyən təsirli hal. Həmişə nəyin yanında gəlir? Xəbərin, o istisnası filan sizə lazım deyil. Çünki sizə belə düşür. Ona görə demirəm onları. Xəbərin yanında gəlir. Xəbərin yanından uzaqlaşdır, halım bəlli eləyəcək. İç üzün göstərəcək. Sizin yanınızda iç üzün göstərmir, yanınızdan uzaqlaşan kimi, o bəzi dostlar kimi. İç üzün bəlli elədi. Bildiniz? Gördünüz, o saat halım bəlli elədi. Məsələn, deyir ki, məktəbə müəllim dəvət etdilər. İndi bax, uzaqlaşdır. Müəllim məktəbə dəvət etdilər. Olmaz ki, müəllimi məktəbə dəvət etdilər. Hə? Nə sualına cavab verir? Bəli. Bildiniz indi? Aşağıdakını deyəcəm indi, Məhəmməd. Tələsmə. Qoy yuxarıdakını bay eləyək sonra. Hə. Aydın olur sizə uşaqlar. Donmadınız ki. Mən dondum axı. Hə. Bununla bağlı sual necə düşür? Daha çox sualında uşaqlar qarışdırır deyə sualı sala bilərlər, sualı. Və ya şərtdə belə düşür. Hansı cümlədə insan anlayışı olsa da nə sualına cavab verən söz var? İnsan anlayışı bildirsə də nə sualına cavab verən söz var? İnsandır da, əslində həkimin sualı kimdir? Amma qeyri-müəyyən təsirli, qeyri-müəyyən yiyəli halda mən onu nəyə çevirdim? Nəyə çevirdim də, düzdür nə? Evə həkim çağırdılar. Vəssalam. Oldu qeyri-müəyyən yiyəli, təsirli hal. Həkimi evə çağırdılar. Və mütləq nədən sonra əvvəl gəlməlidir? Xəbərdən, feildən əvvəl. Bax,
Evə həkim gəldi. Fikir ver indi. Evə həkim gəldi. Burada da var. Birinci ağıllı adam nə edir? Yazır bura onu, yazır bura onu. Evə onu çağırdılar deyə bilərəm. Evə onu çağırdılar. Bəli. Evə onu gəldi. Olmaz. Deməli, bu ağıllı adam deyir ki, çaşdıranmaz məni. Onu artıranmadım ki yerinə. Heç nə. Ya da ki, o birisi çox bilmiş gətirir, həkimi burada qoyur. Həkim evə gəldi. Gələ bilər də. Deməli, adlı xalıymış. Adlı xalın şəkilçisi yoxdur. Deyir, məni harada işlədirsən, işlədir. Bildiniz? Aydın oldu indi. Adlı xalı gətirsən, xəbərin yanından uzaqlaşdırırsan, yenə də adlıq olaraq qalır. Bir dənə yiyəlik aldıq. Xəbərdən uzaqlaşdıran kimi halın bəlli elədi. Və ya, məsələn, deyir ki, məktəbə müəllim gətirdilər. Məktəbə müəllim gətirdilər. Müəllimin sualı nədir? Nə? Nə sualına cavab verir? İndi bax, gətirdilər kim? Yox, gətirdilər kim? Ay, sağ ol. Əgər sən müəllimə kim sualı vermək istəyirsənsə, barmağın kimə gedirsə, bir dənə üstündən vur qəşəng. Düzdür? Gözlə. Gətirdilər kim? Gətirən oradadır, onlar. Yenə də çobud sual ver. Kimi müəllimi? Hə, görsən, iyisi yoxdur, deməli bu nəymiş? Nə? Məktəbə nə gətirdilər? Müəllim. Gör, müəllim nə günə qoyduq? Gətiririk əvvələ. Müəllimi çıxırıq, əvvələ yazırıq. Müəllim məktəbə gətirdilər. Olmaz. Xəbərdən uzaqlaşdı, tez halın bəlli elədi ki, müəllimi məktəbə gətirdilər. Aydın oldu uşaqlar. Hə. Bura, müəllim, qeyri-müəyyən təhsil alın, bizə dənə sual var, nə? Vəssalam. Başqa heç bir sual verə bilmərsən. Təhsili yiyəliyin, qeyri-müəyyən təhsili yiyəliyin. Aydın oldu. İndi sizə belə bir şirin suallar düşür. Deyir ki, məsələn, yağış suyu, bax, yağış suyu duzludur. Yağış suyu duzludur. Düzdür? Sonra yazır ki, Nizami şeirləri sevilir. Sonra yazıram ki, Nizami şeirləri sevir. Burada yazıram ki, yağış suyu duzlu olan, uşaqlar, coğrafiyanı keçəndə, kimyanı keçəndə yağışa nə deyirsiniz? Yağış nədir? Obyekti nə deyirsiniz? Yağış nədir? Yağış suyu duzlu olan mayedir, yağış. Mayedir. Fikir verin indi. Deyir ki, bunların altından xət çəkir, qəşəngcənə. Ən sevdiyim sual tipi budur. Hansı cümlələrdə birinci söz adlı haldadır və qeyri-müəyyən yiyəli haldadır? Sən bu boyda cümləni oxumursan, çünki bunu yazanın ağlı yoxdur da sənə verib, sənin vaxtını almaq istəyir, hə? Sən də baxırsan, yağış suyu, nizami şeylər, səhv yazıblar, buna baxır, bir dənə sual tərtib eləyə bilmirlər. Belə oxuyub gedirsən, xoşbəxt olursan. Cümləni axıra qədər oxumaq lazımdır. Gəlin nizami ilə birinci başlayaq. Bax, nizami şeirləri sevilir. Xəbər nədir? Sevilir. Sevilən nədir? Nizami şeirləri, düzdür? Və ya bərpa eləyin, nizaminin şeirləri və ya onun şeirləri, düzdür? Deməli, bu qeyri-müəyyən yiyəliymiş, bu da mənsubi şəkilçi sözüymüş. İndi bax, sevir kim? Fikir ver, nizami şeirləri sevir. Kim sevir? Nizami. Artıq burada nizami özü adlı haldadır. Nəyi sevir? Şeirləri. Bildiniz? Yəni burada nizami şeirləri deyirsən, nizami şeirləri, onun şeirləri sevilir. Məhsul növdə. Dedin bura qeyri-müəyyən yiyəli al, burada da mənsubi şəkilçi söz. Burada nizami adlı halda şeirləri, onu, nə oldu? Onu.
Onu təsirli halda, sevir də xəbər. Aydın oldu. Deməli, bu hansı haldadır? Adlıq. Bu hansı haldadır? Onun. Yiyəlik. Yuxarıdakına baxaq. Deyir ki, yağışını da qoya bilərsiniz. Bax, yağış suyu duzludur. Yağışın yerinə nə yaza bilərsiniz? Onun suyu deyə bilərsən də və ya yağışın suyu duzludur. Duzludur nə? Yağış suyu. Bütövlükdə olacaq. İkinci nöqtənin söz birləşməsi. Bu da qeyri-müəyyən yiyəlik. Qeyri-müəyyən yiyəlik suyu sözündən və mənsubiyyət şəkli sözündən ayrılmayacaq. Onun artıra bilirəm bura. Onun suyu duzludur. İndi bax. Yağış suyu duzlu olan mayedir. Mayedir nə? Yağış. Ay sağ olun. Yağış mayedir. Necə mayedir? Suyu duzlu olan. Vəssalam. Deməli, burada yağış adlıq haldaymış. Burada isə yiyəlik haldamış. Və ya burada yağış adlıq halda deyil. Gətir yerinə onun qoy. Onun suyu duzlu olan mayedir. Olmaz. Cümlənin axırı yaxşı gəlmir. O suyu duzlu olan mayedir. Ay sağ ol. Aydın oldu indi bu. Qarışdırmayacaqsınız ki bunu. Sonra gəlin belə bir cümlə yazaq. Deyir ki, həyat xəritəsi gizli olan xəzinədir. Cümləyə bax, əsl statusluq cümlədir. Həyat xəzinəsi gizli olan, xəritəsi gizli olan xəzinədir. İndi getmişsiniz imtahana, həyatın altından xətt çəkib. Sual verir. Həyat sözün birinci söz, altından xətt çəkilmiş sözlə bağlı doğru fikri göstərir. A variantı qeyri-müəyyən yiyəlik haldadır. Səhv. Xəzinədir nə? Xəzinədir nə? Həyat. Necə xəzinədir? Xəritəsi gizli olan. Bəli. İndi desəm ki, həyat xəritəsi müəyyən olunmayıb. Müəyyən olunmayıb nə? Həyatın xəritəsi. Həyat xəritəsi. Aydın oldu bu sizə? Qəşəng. Sonra bu qar videosu vardı keçən il. Baxmamısınız? Çəkmişdim qar videosu. Baxmısınız? Bax orada belə bir qar yağanda video çəkmişdim. Deyirdim ki, qar havası tozlu olan şəhəri, qar havası tozlu olan şəhəri ağ örpəyə bürüdü. Qar havası tozlu olan şəhəri ağ örpəyə bürüdü. Uşaqlar götürür ki, bəli, burada qar havası deyil, qarın havası. Ay sağ ol. Ağ örpəyə bürüyən nədir? Qar. Nəyi? Şəhəri. Düzdür? Hansı? Havası tozlu olan. Haranın şəhəri, hansı havası tozlu olan. Da burada qar havası deyil. Qar özü adlı haldadır. Amma deyirəm ki, qar havası, məsələn, insanlara faydalıdır. Qarın havası. Deməli, qeyri-müəyyən yiyəlik. Bu da tam yerinə düşdü. Qəşəng, oğulsuz siz. Belə. Adlıq, yiyəlik, təsirlik. Bunları qoyduq kənara. Bir də belə bir sual düşər. Yazar ki, kitaplardandır. Düzdür? Burada danın altından xətt çəkir. Bunu gözləydin. Səhərdən beynində qurub müəllim sual verən kimi cavab deyəcəm. Düz deyirsən, adlıq haldadır. Qəşəng. Sualı verməmiş görürsən, baş var da cəmaatda. Nə olsun ki, adam B-yə keçib? Əsas o ki, başı işləyir. O olsun. Hə. Fikir verin. Kitaplardandır. Sualı belə qoyur. Deyir ki, işarələnmiş şəkilçini, altından xətt çəkilmiş şəkilçini çıxarıb yerinə üstü 4 şəkilçisi yazsam nə dəyişər? Sən o saat yazırsan bura, kitaplarıdır. Yazdığın kitaplarıdır. Hə, Həbib? Kitaplarıdır yazdım. Düşünməyən, bu nədir? Uşaq sualı verib, I şəkilçisi, təsirli yağ şəkilçisi də götdü, təsirli yağ içinə. Getdi. Bu da getdi, o birisi düzündən də bal götürdü. Düzdür, səhvdir. Çünki sən bilirsən təsirli yala nə qoşulmur? Şəxs xəbərli şəkilçisi qoşulmaz. Şəxs xəbərli şəkilçisi varsa, deməli bu I ancaq mənsubiyyət olacaq. Onun kitaplarıdır. Yəsini artır yanına.
Onun kitablarıdır, öz kitablarıdır. Nə bilim, əlinin kitablarıdır. Deməli, bu I şəkilçisini artırsam, çıxışlıqdan nəyə çevrildi? Adlığa, mənsubiyyətə. Dayı, heç vaxt buna təsirli hal demirsiniz. Çünki burada dır var, boşu-boşuna işlətməyib. Bildiniz uşaqlar? Təsirli hal nə olmaz? Xəbər. İsmin hansı halı xəbər olmur? Təsirli hal. Vəssalam. Bu belə. Sonra yönlük hal. Baxın. Yönlük halın şəkilçisi nə idi? A-ə. Yenə deyirəm, bax, bunu zaten əzbər bilməlisiniz. Hə. Bunu əzbər bilməlisiniz. Şəkilçiləri əzbər bilməlisiniz. Ya da əzbər bilmirsən, bax, buradan keçəndə ehtiyatlı ol bir dənə. Yön istiqamət bilir də. Yönün aradır. Evə, şəhərə, kursa, düzdür? A-əni bildi. Bax, yönlü bu nədir? Nə yaratdıq burada? Hə. İndi yönlük halın qoşulduğu sözlərə fikir verək. Əgər söz açıq saitlə bitirsə, məsələn, açıq saitlə bitən söz deyək, nənə. Düzdür? Səsə görə örtürəm müəllim. Bax, açıq saitlə bitən bir dənə söz deyirəm, nə deyirəm? Nənə. Açıq saitlə bitir. Yönlü halda işlədirəm. Nənəyə söz dedim. Hamı bildi. Hə. Nənəyə. Hə. Buyur. Hə, ay sağ ol. Nənə sözün kökü, bu da yönlü hal. Nəzildə görüm düzdür. Yönlü hal qoşulduğu sözdə, qapalı saitlə bitirsə, qoşulduğu sözdə qapalı saitə keçir yönlü hal. Düzdür, səhvdir. Yönlü hal şəkilçisi, qəşəng. Bax, yazıram ki, nəniyə. Nəniyə. Yönlü hal neyinir? Qoşulduğu sözü, özü qalır, sözü dəyişir. Sözü beynin yer elə bir qoşulduğu sözdəki son bu hərf var ha. O saiti dəyişir. Olur nəniyə. Ahəngə uyğun. Gör, babanı nə günə qoyacaq? Baba. Babaya yazmırıq. Tələffüzdə uşaqlar. Gör, nə olur? Babıya. Babıya. Qoşulduğu sözün son saitini dəyişir. Neynədir? Açığı qapalıya keçirdi. Hələ bax, xalaya. Xalanın lap yaman günü olur. Bax, xalaya olur xalıya. Xalıya. Gördünüz? Bax, körpə. Körpə olacaq. Körpüyə. Körpüyə. Hə? Hə, vapşi. Hə. İndi siz bunu əzbərləmişsiniz. Yönlü hal qoşdum, I eləyəcəm, I eləyəcəm, Ö. Dim gətirir, sualı necə verir? Deyir ki, yönlü hal şəkilçisi qoşulduğu söz də qapalı saitə çevrilə bilər. Səhvdir. Çünki qapalı saitə çevrilən sözün köküdür, şəkilçisi deyil. Ona görə deyir ki, yönlü hal şəkilçisi qoşulduğu sözdə qapalı saitə çevrilir, yox, şəkilçisi olduğu kimi qalıb. Şəkilçisi dəyişməyib ki? Yox. Nədir, nə istəyirsən? Deməli çıxanlar. Get Natiq Məmmədinin, mən almışam sənin telefonunu, bu. Telefonu alınıb, gəlib mənim üstümə bu. Nə olsun mənim otağımdadır? Hə, deməli, körpüyə. Bildiniz indi, deməli, yönlü hal qoşulduğu, özünü dəyişmir, qoşulduğu sözü dəyişir. Ağıl. Aha, indi sualda düşür. Fikir verin. Tələffüz forması verilmiş. Tələffüz forması nədir? Dəliyə şəklində olan sözlərlə bağlı doğru fikirlər. Hansı sözlərin tələffüz forması dəliyə ola bilər? Bir gördüyümüz bu ağıllının əksi olan dəli, dəliyə. Düzdür? Bir o balaca bir dənə şirin heyvan var. Dələ, dələyə yazılır, dəliyə deyilir. Bir də var ki, divarı oyursan, nə açırsan? Deyəsən elədim. Dəliç. Düzdür? Dəliç sözünə ə artır. Dəliçə demirik, çı qaydasını keçmişik. Olacaq dəliyə. Dəliyə. Deməli, burada sözün kökü dəli sifəti, yönlü hal. Dələ ismi, yönlü hal. Dəliç. Daha doğrusu, dəlirsən nə olur? Dəliç, dəliyə. Gördünüz? 3 cür düşünüldü.
Kök qrammatik, kök qrammatik, kök leksik qrammatik. Amma hamısının tələffüzü nədir? Dəliyə şəklində. Aydın oldu. Bu da belə.